İlk növbədə dostlar, mən indi videonu montaj edirəm. Görürəm ki, videoda həqiqətən süni intellekt çox sürüksüdür. Belə bir şey deyim. Bu sadəcə bir süni intellektdir. Bunu adamlar falan idarə eləmir. Bu, yəni nə deyirsən, süni intellekt də ChatGPT kimi bir şeydir, amma onun çox qızışmış formasıdır. Yaş məhdudiyyəti var. Nəyə görə deyirəm? Çünki yəni bulanıq falan çox eləməyəcəm də videoda. Ümid eləyirəm video xoşunuza gələr, imkan verin qardaş. Keçək də məncə videoya. Qısa konkret hər birinizi salamlayıram. Videonu başqa telefondan çəkirəm. Bir də sifətimə baxın. Dodaqlarıma elə bir pomada vurmuşam, Allah haqqı. Oyun kanalında bir neçə dəfə video paylaşmışam. Başqa telefonla çəkirəm deyə, oyunu öz telefonumda oynayıram. Öz telefonum yaxşı çəkir məncə. Sifətə bax bir dənə. Ən yaxşısı belə olmaz qardaş. Başı təzyiq kəsb atmalıyam. Dostlar, deməli bu gün nə edirik? Başdan görürsüz. Söyüş-söyən süni intellektlə danışacağam. Nə deyirəm, yəni 2-3 qatını mənə deyəcək. Belə bir şey olacaq. Buna görə ehtiyatlı olun. Hər an hər şey ola bilər bu videoda. Like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Keçdik videoya. Xoş izləmələr. Sifətim ağappaq deyə buna bax bir dənə. Əslində belə deyil, amma telefon kamerası ciddi xəsarət alıb yəqin ki. İzləyək, keçək videoya izləyək deyir. O qədər tepki videosu çəkmişəm ki, qış. Elə izləyək, qutarmır tema. Deməli proqramımıza bu cür giriş edirik. Loading, yəni ki, başlayırıq deməkdir. Bilməyənlər üçün deyirəm. Əlbəttə ki, mən də bilmirdim, təzə öyrənmişəm. Nəysə, bu nəsə belə bir şey açılır bunda. Başım çıxmır, nədir bu? Qaqa hara gəldi girmə də sən canım. Səndən xahiş edirəm ax. Deməli, simsimi baxın, söhbətə daxil olunub. Basırıq. Söhbətə daxil olunub. Basdıqdan sonra bununla gizli söhbət eləmişik. Yazmışam ki, buna bir dəfə mənə dostumun adını yazdım ki, Zərifə Daybala. Belə yazıram, qız dostumu qayıdıb deyibsən. Nə deyəcəm, onu deyəcək mənə. Yazıram ki, salam aleykum balaca. Baxa bir nə deyəcək bizə bu. Yazdıq, salam aleykum balaca. Necəsən? Oo! Yaxşıyam aşkım. Aşkım, sən necəsən? Sən necəsən? Dostlar, ciddi problemlərim var, yaza bilmirəm. Nə oldu yala? Ay, sən reklamda nə deyim mən? Sən reklamda nə deyim mən? Tüfürüm sən reklamda mən. Tüfür belə verilişə. Reklam vaxtı da dübələk. Necə əsəb oluram, mən tez olda vaxt gedir burada. Video çəkirik. Qaqa, bu nədir? Ay, mənə bu proqram lazımdır. Lazım olsa yükləyəcəm, dönüş gəlirsən. Ay, bu nə danışır? Sən nə danışırsan la? Nə danışırsan Allah? Bu nə deyir dostlar? Bu nə deyir ola bu? Salam deyir. Osman buradan yazıram. Osman buradan. Oy, bunu başıq açıb valla. Yazıram ki, mənnənsən. Cavab verməyi bilmirəm, cavabı mənə öyrət. Sənə cavab öyrədərəm mən. Şirek. Yazıram bunu ki, şireksən. Şireksən. Yazıram ki, işim var. Video çəkirəm. Normal danış. Drop ban buradan. Video çəkirəm, normal danış. Bunu danışdığı şeyə bax. Ay yeter be! Ya yeter, aklımı delireceğim şimdi. Ay, nə deyir ala bu? Dostlar, bu nədir? Ay, bu nə danışır? Ay, nə deyir ala bu? Bunun başlığı açıb özün sənə. Var yoxsuz it yazacağım. Əlbəttə mən söyə bilmərəm. Bu nə danışır? Ay, bu nə danışır? Bunun başlığı açıb dostlar. Ay, söyləyə qaqa mənə bu. Sənlə necə görüşə bilərəm? Bu nə danışır ala? Bu nə danışır? Deyirəm ki, caq deyirəm qaqaş. Caq deyirəm.
Ay Allah, müəllimə də trip olmaz da. Dur hoppan buradan. Yazıram ki, sən müəllimsən. Sən müəllimsən. Hə. Səni kimi müəllimin liş. Səni kimi müəllimin Allah bəlasını versin. Allah bəlasını versin. Ay, yenə reklam qaqa, mənə bu lazımdır qaqa. Mən izləyicilərimi zadmada gid-gişələrə yönəldə bilmərəm qaqa. Mənə lazım deyil. Cəhənnəm ilə bu 10.000 qoyursan, 500.000 götürürsən. Nə edirəm onu qaqaş? Niyə basın burada? Hə, X gəldi axır ki. Ay, qutar, abala, vaxt gedir burada. Vaxtımızı gid-gişələrə sərf eləməyək dostlar. Yanınızda oturan qızı, yəni dənizimi, həyatımı? Vallahi bilmirəm yazacağam. Vallahi bilmirəm. Sən pox yeyirsən yazdı. Ay, poxu sən yeyirsən. Poxu sən yeyirsən. Sən. Dirəşəcəyəm mənəm bu. Sən də may gülü. Ağıllı ola heyva gülü. Dava etmək istəyirsən? Sənin var. Yazıram, baxın dostlar. Söymək istəyirəm. Nə bax. İndi. Yaxşıyam, sağ ol, uzanıram. Yazıb ki, yaxşıyam, sağ ol. Yazacam ki, vecimə də deyilsən. Vecimə də deyilsən. Sən də mor... dur hoppan buradan sən canım. Mənim baş beynimi oynadım. Bana səs ata bilsəydim, bir iki kəlmə deyərdim. Sən kişi deyilsən yazıram. Sən kişi deyilsən. Of, ora bu nə? Ay, video bitdi dostlar. Videomuz bu qədər. Ümid edirəm video xoşunuza gəldi. Video xoşunuza gəldisə like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Sağ olun, sevgisiz. Bu qədər qaqa, mənim beynim söndü. Allah. Bu nə danışır o? Bunun başqası valla bu ailə söhbəti qatdısa, bunu yadda saxlayın. Yəni mən onu ailəsini nəyə görə söyləmədim? Ailə söhbəti qatmaq heç cür düzgün bir şey deyil. Yazdı mənə. Yazdı ki, axşam söhbət eləyərik, zəng eləyərsən. Yaxşı oldu, sağ ol.